Sentyabrın 27-si, 2020-ci il, səhər saatlarında səma sanki nəfəsini tutmuşdu. Azərbaycan ordusu illərlə gözlədiyi əmri aldı. İrəli. Bu, sadəcə əməliyyat deyildi. Bu, illərlə yığılan səbrin, qürurun və ədalətin partlayışı idi. Dəmir yumruq əməliyyatı təkcə hərbi qüvvə ilə deyil, xalqın ruhu ilə başladı. Hər əskərin baxışında bir ant vardı. Biz torpaqlarımızı azad edəcəyik. Düşmən tərəfi öz mövqülərinə güvənirdi, amma 44 gün ərzində Azərbaycan ordusunun peşəkarlığı, texnologiyası və ruhu qarşısında tab gətirə bilmədi. Hər hücum planlı idi, hər addım hesablanmışdı. Bayraktar TB2 dronlarının səsi səma üzərindən gələndə düşmən səngərlərində qorxu hakim olurdu. Hər bir zərbə, hər bir hədəf dəqiqliklə vurulurdu. Lələtəpə, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, bu adlar tarixə qızıl hərflərlə yazıldı. Hər azad edilən torpaq parçası minlərlə ailənin göz yaşını silirdi. Ordumuzun igidləri təkcə döyüşmür, həm də tarix yazırdılar. Hər bir mərmi vətənin nəbzində bir döyüntü kimi səslənirdi. Bu müharibə sadəcə güllə ilə qazanılmadı. Xalqın birliyi ilə, ali baş komandanın dəmir iradəsi ilə və Azərbaycan əskərinin mərdliyi ilə qazanıldı. Hər bir kənd, hər bir dağ, hər bir yüksəklik Azərbaycan bayrağının rəngləri ilə bəzəndi. Noyabrın 10-da sükut gəldi. Amma bu sükut məğlubiyyətin yox, qələbənin səsi idi. Qarabağ artıq azaddır. Dəmir yumruq əməliyyatı təkcə hərbi qələbə deyildi. Bu, bir millətin yenidən doğuluşu idi. Dünya gördü ki, kiçik torpaq sahəsi böyük iradə ilə qorunarsa, o torpaq əzəli vətənə çevrilir. Bugün Azərbaycan ordusu təkcə gücü ilə yox, ədaləti ilə tanınır. O, sülhü qorumaq üçün var. Amma hər kəs bilir ki, əgər kimsə bu torpaqlara göz dikərsə, dəmir yumruq yenidən qalxacaq. Bu qələbə sadəcə bir döyüşün nəticəsi deyil. Bu, bir millətin yenidən doğuluşudur. Azərbaycan, Qarabağ Azərbaycandır və bu həqiqət əbədi yaşayacaq.